Mənəvi 3 ayın astanasındayıq. Rəcəb ayı gəlir. Rəcəb, Şaban və Ramazan ayı. Bərəkətli aylar, mübarək aylar, Allah dostlarının gözlədiyi aylar, səbirsizliklə iman əhlinin gözlədiyi aylar. Çox əlverişli şəraitdir islah olmaq üçün. Çox mükəmməl şəraitdir duaların qəbul olunması üçün. Allah dostlarına yaxınlaşmaq istəyən insanlar qabağa otura bilərlər və dinləyə bilərlər. Bu günlər nə etsələr, Allah dostları ilə ünsiyyət qurmuş olarlar. İlk öncə bunu qeyd edim ki, Rəcəb və Şaban ayı bu 2 ay Ramazan ayına hazırlıqdır. Ramazan ayı Allahın qonağı olmaq. Du'itum fihi ilə ziyafətillah. Hədisdə qeyd olunub. Allah deyir, sizi dəvət edirəm qonaqlığa, öz süfrəmə. Ramazan ayı Allahın qonağı olmaqdır. Bu 2 ay həmən o 1 ayın müqəddiməsidir, 3-cü ayın müqəddiməsidir. Yəni 2 aydan sonra Allah qonaq olacaqsan. Bu adam artıq bir sevinç xəbəridir. Bu aylar bir müjdə xəbəridir. Sanki 2 ay Ramazan ayının dəvətnaməsidir. Dəvətnamə paylanılır da, belə deyək, toydan qabaq nə olur? Dəvətnamələr paylanılmır. 1 ay ərzində məsələn, 1-2 ay ərzində dəvətnamələr paylanılır. Bu 2 ayda dəvətnamələr paylanılır. Qonaqlıq da Allah süfrəsi. Adam sevinir də, sevinirik. Həmd olsun Allaha. Yəni ki, bizə dəvət eləyər də, biz də onun bəndəsiyik. Biz də onun bəndəsiyik. Amma belə deyim, qonaqlar arasında fərqlər olacaq. Bütün qonaqlar eyni səviyyədə, eyni şəkildə olmayacaq. Müxtəlif qonaqlar olacaq. Süfrə var ki, belə deyək də, Peyğəmbərlər süfrəsidir. Orada hər adam yeyib otura bilməz ki. İbrahimlə, Musa ilə, bizim Peyğəmbərlə bir süfrədə əyləşəsən. Hər adam o da nəsib olmaz ki, süfrə açılıb, şükür nəsibdir. Amma elə bir qonaqlıqdır ki, harda oturmaq istəsən, o süfrənin hər tərəfində otursan şərafətdir. Amma xüsusi bir süfrələr açılıbdır, o qonaqlıqdır. Harda oturmaq istəsən, bu 2 ay həll eləyəcək. Rəcəblə Şaban həll eləyəcək. Rəcəblə Şaban. Allah bizə baxır. Bax, bir dənə misal çəkim, elə bir nəfər, düzü biraz misal fərqli olacaq, amma yerinə düşər düşünməyimiz üçün. Belə deyək də, bir xüsusi bir insan, möhtərəm bir insan, sevdiyim bir insan, əlçatmaz bir insan. Onu qonaq çağırsan evvə, belə götürəyim məsələn, bu tərəfdən gəlirəm. Sevdiyim bir insandır, öz əlçatmaz bir insandır. Axırda bir neçə dənə söhbətdən sonra ona xəbər göndərmirsən, buna bir məsələni həll eləmirsən, o da deyib gələcəm sizə. Gün də təyin olunub, misal, 20 gündən sonra. İndi bu ev yəsi ki var, neynir? Hazırlıq görür, yoxsa yox, qonağım gəlir. Elə hey fikirləşir, hey onun yolunu gözləyir. Hazırlıq görür. Nə pişirim? Bir 50 dəfə ondan soruşur, bundan soruşur. Gələcək gecə ona nə hədiyyə verim? Kim gəlir bizə? Və o gün gəlir, çatır. O qonağı qarşılayırsan. Necə sevin, necə hazırlaşırsan, neyinirsən? İndi məsələn deyişək bu tərəfə. Burada qonaq biz olacaq. Gedirik 2 aydan sonra görüşə. İlahi süfrəyə hazırlaşmaq lazımdır. Çox ciddi hazırlaşmalıyıq. Çox ciddi valla. Yəni, böyük süfrə açılıb. Gedirik orada oturmağa. Ona görə hazırlaşın. Bu 2 ay odur, yəni hazırlaşın. Bəşər. Gör, nə qədər mükəmməl bir aydır ki, Allah Rəsulü, gör nə deyir Rəcəb ayı haqqında, deyir, Allahümmə barik lənə fi Rəcəbin və Şəban. Allah, bəli ya Rəsulallah, Şabandan Rəcəbi mənə mübarək elə. Bərəkətli keçirdim o günləri. Şabandan Rəcəbi. Sonra nə deyir? Bəlliğna şəhrə Ramadan. Məni Ramazan ayına qovuşdur. Peyğəmbər deyir, məni Ramazan ayına qovuşdur. Sən tut əlimdən, məni çatdır o aya.
Bu sözdə bir söz var da, hə? Yəni mən oruclarıma, Rəcəbdə tutduğum oruca güvənməyəcəm, zikirlərimə güvənməyəcəm. Mənim ümidim sənsən. Sən mənim əlimdən tut, çatdır məni Ramazan ayına. Yəni çatdır məni Ramazan ayına, yəni çatdır mənə özvə məni. Məni qovuşdur özvə. Tutumum qədəri. Məni özvə qovuşdur. Ona görə Rəcəb ayı haqqında bir dənə hədisin yeri düşər burada. Cəaltu hazə şəhr. Allah deyir. Hablən beyni və beynə ibadi. Bu ay mənim və bəndələrim arasında bir ipdir. Mən i'təsəmə bih, kim o ipdən tutsa, vəsələ iləyh, mənə qovuşar. Rəcəb ayı nədir? Bir ipdir. Vasitədir Allaha qovuşmaq üçün. Vəsələ bih. Mənə qovuşarsan, mənə Allahla həmsöhbət olmağa dəyər. Həqiqətən. O varlıqla danışmağa dəyər. Həqiqətən, yəni ondan həmsöhbət olmaq. Gör nə qədər orada ləzzət var. Adam hərdən dərdləşir də, hə? Sözünü deyir, fikrini deyir. Hərdən deyirəm, yəni necə yaşayır görəsən insan onsuz? Necə yaşayır görəsən namazsız? Çox çətindir axı bu, bilmirəm ki. O insanlar ki, namazını tərk ediblər, nə fikirləşirlər onlar görəsə, ya Rabbəl aləmin. Onlar ki, qılmırlar, ibadət eləmirlər, o əziz qardaşlarım, dəyərli bacılarım, analarım, axı, necə yaşayırsınız? Düz başa düşün, yaxşı mənada belə başqa niyyətlə demirəm, ürək yanğısı ilə deyirəm. Ben yoxlayın da bu Rəcəb ayında, danışın onunla. Danışın onunla. O sizi qovuşturacaq Ramazana. Ramazana qovuşmaq, yəni Allaha qovuşmaq. Ramazan ayına qovuşmaq, yəni Allaha qovuşmaq. Ola bilər bəzi insanlar Ramazan ayında yaşayacaq, amma heç batininə qovuşmayıb. Onlar da olacaq tarixdə. Ay gəlir, gedir, heç bilmir nə var, nə yox. O ayda yaşayır, amma o ayı dərk eləmir. Olur ya, bəzi vaxtlar insan, belə deyək də, özünün xəbəri yoxdur, amma bir üstün bir insana əyləşib. Hərdən oturur bir məclisdə, sonra gedəndən sonra, məclis dağılandan sonra deyir, filan kəs bilirdin kimdir, deyir, kimdir? O kişi, o filan kəs alimdir, ruhanidir, məsələn, filan kəs. Deyir, sən Allah heç xəbərim yox, mələ bunu adi bir insan, sıravi bir insan kimi bilirdim daha doğrusu. Bəli, o Yusuf Peyğəmbər haqqında deyə, Quranda ayə var, deyir, qardaşları gəldilər, fəərəfəhu və hum ləhu munkirun. O tanıdı qardaşlarını, qardaşlar onu tanımadı. Maraqlı ayədir, ya. Mən buna ayəni yazanda bir sənə fikirləşdim, o zamanla bağladım Yusuf Peyğəmbəri. O hədislərdə var, axır zamanda bəzi insanlar deyəcək, biz bu simayı görmüşdük. İndi bəlkə də gözündən keçib ziyarətgahlarda, həcdə, məşəddə və s. Biz bunu görmüşdük sanki. Ərəfəhum, İmam Zaman onu tanıyıb. Amma bunlar və hum ləhu munkirun. Bunlar tanımayıblar onu. O ay bizdə tanıyar, şuurludur o ay. Biz tanıyacaq, yoxsa yox. Biz onunla ünsiyyət qura biləcəyik, yoxsa yox. Doğrudan mühümdür qonaq olmaq, Allaha qonaq olmaq. Bu ay bizi qonaq olmağa hazırlayır, qonaq. Biz Allah qonağı necə davranır? Gəl, biraz belə danışaq da bir səmimi söhbət edəyək. Allah öz qonağı necə davranır? Necə? Gedin araşdırın, qonaq. Görün, kamil insanlar qonaqlara necə davranıblar. İbrahim Peyğəmbərin qonaqları gəlmişdi, ayə deyə Quranda. Həzrət İbrahimə qonaq gəldilər. Deyir, cəə bi iclin həniz, yemək hazırlandı, fəqərrəbəhu iləyhim. Deyir, yeməyi gətirdi, qoydu olan qabağına. Ayə belədir. Demir, onlar apardı yeməyə tərəf. Bəzi vaxtlar otururuq süfrədə, deyirlər, durun ayağa qonaqlara durğuzurlar, orada süfrə hazırlanıb. Biraz əziyyətdir də bu qonağa, dur, ortan keçə. Əziyyət də öyrə, ciddi bir şey deyil. Amma səni buradan durğuzur, aparır ora. İbrahim deyir, mən qonağımın ehtiramını saxlayıram. Qonağım harada oturub, süfrəm orada açacam. Əziyyət çəkməsin, mənim qonağımdır, o Xəlilullahın qonağıdır. Otur, zəhmət olmasa, mən nazınla oynayayım. İndi sən təsəvvür, İbrahim belədir. İbrahim belədir, Allah dostu belədir, qonağı belə qarşılayır.
Bir də misal sizə Qurandan deyim. İkinci misal deyim Yusifdən. Yusifin qardaşları gəldilər, o quyuya atan qardaşları gəldilər, Yusiflə görüşdülər. Yusif qəşəng qarşıladı. Qəşəng qarşılayandan sonra özdə əli dolu göndərdi. Qonağı belə yola salardı Allah Peyğəmbər. Əli dolu göndərdi. Ondan sonra sonda bir dənə cümlə işlətdi. Dedi, ənə xeyrul munzilin. Mən gözəl qəbul edirəm, mən gözəl qəbul edirəm qonaqları. Kimi qarşıladı elə? O kəsləri ki, onu quyuya atmışlar. Onları o cürünə qarşıladı. Ki, islahı üçün. Adam var, islah olmaz, onun işim yoxdur. İslahı üçün. Biri İbrahimdir, biri Yusifdir. Allah qonağı ilə, gələn qonaqla belə davranırlar. Gələn qonaqla belə davranırlar. Əli dolu yola salırlar. İndi Allah gör neyəcək Ramazanda bizdən, Ramazan ayında. Çox maraqlıdır. Allah bizə neyəcək. Nələr verəcək, bizi yola salacaq ilahi. Nələr verəcək. Maraqlıdır o ay. Allahın Quran-ı Kərimdə cənnət haqqında bir dənə maraqlı ayə deyim. Oxumuşuq, keçmişik. Deyir, uzlifətil cənnə lil muttaqin. Allah sanki cənnəti bir süfrəyə bənzədir. Deyir, süfrəni, cənnəti cənnət əhlinə tərəf aparacam. Cənnəti cənnət əhlinə tərəf aparacam. Maraqlı söz deyir. İnsan cəhənnəmə tərəf gedir. Cənnət insana tərəf gəlir. Cənnət sənə tərəf gəlir. Sən qaçma ondan. Cənnət bizə tərəf gəlir. Cənnət bəşərə tərəf gəlir. Bəşər cəhənnəmə qaçır. Allah deyir, süfrəni sənə tərəf gətirəcəm. Ləhum ma yeşaun fiha. Nə istəyirsən hazırlayacağım sənin üçün. Lədeyna məzid. Elə şeylər verəcəm ki, zehnivin ucundan keçməyib. Niyə qonağımsan cənnətdə? Həmən cənnət Ramazan ayında yaranır. Rəcəb ayı ona hazırlıqdır, Rəcəb ayı. Ramazan ayını cənnətə bənzədin. Yaxşı? Rəcəb ayı o aya tərəf getməkdir. O da sənə tərəf gəlir. Bir həddə qədər gelirsən süfrən. Məsələn, gedmişəm, qonaq gedəndə necə olur? Birinci evdən çıxırsan, gelirsən də, oturursan da süfrə gəlir sənə qabağa. Bu mənada. Sən get, o da sənə tərəf gəlsin. Xülasə. Bu aylar hazırlıq ayıdır. Hazırlıq. Bu 2 ayda ruhumuzun tutumuna baxacaqlar. Tutumumuz qədəri ovucumuzu dolduracaqlar. Bəzilərinin ruhu, zərfiyyəti böyükdür, böyük çox neymətləri götürüb aparacaq. Yaxşı mənada. Adam da var belə də biraz götürdü, çıxdı, getdi. Götürdü, çıxdı, getdi. O Allahdan da gələn nədir Allah bilir. Allahdan gələn nədir Allah bilir. Nədirsə xırdasından tutmuş böyüyə qədər dəyərin bilin, qiymətin bilin. Yeri düşüb burada deyim bunu. Həzrəti Əyyub ki, fəqir halı yaşadı ya, imkandan düşdü fəqirə. Allah bir dönəmdən sonra xəzinəni yağdırdı başından. Bir də düşdü xəzinənin küncə bucağa. Küncə bucağa düşdü. İndi Həzrəti Əyyub qaça-qaça neynədi? Getdi, onu da götürdü. Həzrəti Cəbrail kənardan baxırdı, dedi, Əyyub, əma şəhibli doymadın, bunu da qaçıb götürsən də, bu qədər qabağa tökülüb də. Həzrəti Əyyub cavab verdi ki, yox, elə deyil, Həzrəti Cəbrail. Onun arxası isə ona görə qaçmıram. Onu mənə o göndərib deyənə qaçıram. O mənə o göndərib. Ramazanda nə göndərəcək bilmirəm, amma göndərəcək. Bu ayda neyniyək bəs? Ruhumuz, bax. İstəyiriksə Ramazan ayında çox neymətləri qarşılaya. Neyniyək bu ayda? Gəldik, çatdıq. Həssas məqama. Dinləyin məni. Çoxlu tövbələr eləyin. Çoxlu tövbələr eləyin. Ramazan ayının əməlləri, Rəcəb ayının əməllərindən. Əstəğfirullah və əsəluhu tövbə. Allah mənə bağışlasın. Bilməmişəm. Hədis budur Peyğəmbərdən. Ər-Rəcəbu şəhrul istiğfar. Rəcəb istiğfar ayıdır. Tövbə eləmək ayıdır. Li ümməti, ümmətim üçün. Əksiru fihi əl-istiğfar. Çoxaldın istiğfarlarınızı. Fə innəhu ğafurur rəhim. O bilsən nə qədər bağışlayan rəhimlidir. Sonra burada maraqlı söz deyirdik. Əsəlullah əl-iqalə. Allahdan iqalə istəyir. İqalə bir sünə deyirlər. İqalə nədir?
İqalə bir dənə bir izah verim sizə. Gedirsən bazardan, dükandan nəsə alırsan, gəlirsən evə. Gələndən sonra tökülür üstünə ki, bu nədə almısan? Bir şey ala bilmirsən ki sən. Sən də peşman, suyun süzülə-süzülə bilmirsən ki, qaytarsam bu alan məndən alacaq bunu yoxsa yox. Gəlirsən dayanırsan kimin yanında? Satıcının yanında. Deyirsən, qurban olaram, bağışla. Aldım, qaytarmaq istəyirəm. O da sənə bağışlayır. Peşman olanın üzrünü qəbul etməyə deyirlər iqalə. O da sənə bağışlayır. Deyir, Allahdan iqalə istəyir. Nə mənada? Ömrümüzü verdiyi ömür sərmayəsini. Nə aldıq müqabilində? Günahlar elədik də. Bəla aldıq, hüzursuzluq aldıq, aramsızlıq aldıq, çətinlikləri aldıq. İndi gəlmişik Allahın dərgahında dayanmışıq, iqalə istəyirik. Deyir, Allah, peşmanıq, səhv eləmişik. Qaytar bizə ömrümüzü, bunları al bizdən, bu çətinliyi, hüzursuzluğu, aramsızlığı. Allah da sanki cavab verir, bəşər, ömrün geri qayıtmaz, getdi. 30 il getdi, amma gəbəl eləyək. Bu 2-3 saatında elə bir iş görə bilərsən ki, 30 ildə hara gəlib çatmaq istəyirdin, çatarsan. Yaxşı. Siz Rəcəbdən qabağı bir dənə belə yığışdırın, nə qədər gəldi, getdi? 36 yaş. Deyən Allahın qabağında deyən, Əsəlullah əl-iqalə. Allah səndən iqalə istəyirəm. Nədir bəşər, nə istəyirəm? Nə inəmişəm, nə inəməmişəm, yaxşı bilirəm. Onun da müqabili bulardır, görürəm. İndi bunları məndən al, ömrümü qaytar. Qaytarmaq alınmaz. Bu iş alınması bir iş deyil. Amma gəl sənə Rəcəb ayı kimi möhtərəm bir ay verirəm. Bir ayda 30 illik yolu get. Bundan artıq neyəsə Allah sənə mənə? Bundan artıq neyəyərlər ki? Əsəlullah əl-iqalə və təubə. Tövbə istəyirəm Allahdan. Davamında buyurur, əl-ismə fima məza. Elə keçmişdə elədiyim günahları bağışla. Baxın, nə gözəl. Tövbələr çox eləyim. Bir tövsiyəm. İlk öncə özümə, daha sonra sizlərə. Tövsiyələ bundan ibarət. Tövbə çox eləyin Rəcəb ayında. Allah mənə bağışla. Bilməmişəm, səhv eləmişəm. Bu bir. 2. Çox la ilahə illallah deyin. Bu zikri çox eləyin bu ayda. Rasantdır. Özü la ilahə illallah Allah elə düzəldib ki, dilin tərpənmir, belə dodaqlar tərpənmir də, bilinmir la ilahə illallah deyirsən yoxsa. La ilahə illallah, la ilahə illallah. Məsələn, Allahu Ekber deyəndə dodaqlar tərpənir də. La ilahə illallah ixlasdır da. Başda heç kəs də bilmir, elə zikri belə də sakitcənə. La ilahə illallah nədir? Yəni Allah sənsən də zikrin, fikrin, bitdi. Əməllərimin fövqü sənsən. Hər şeyi sən üçün eləyirəm. Bu çox mühümdür ya. Mən bir dəfə üzr istəyirəm, amma dönə-dönə bunu izləyicilərdən bir dəfə evə gedəndə Fatimə yaxınlaşdı mənə, çox üzrxahlıq edirəm. Dedi, ata, sənin üçün 5 almışam. Bu söz mənə tutdu. Sənin üçün 5 almışam. Bunu 2 cür demək olardı da, 5 almışam, qutardı getdi. Sənin üçün 5 almışam. Yəni, bu cümlə məni apardı. Hərdən bir uşağın dilində Allah söz deyirdi adama. Bu cümlə məni apardı, həqiqətən. Bizi haralar apardı. Biz əsas 5 almaq deyil. 5-i kim üçün alırsan odur. Yaxşı əməllərimiz ki var, xidmətlərimiz, çalışmağımız, zəhmətlərimiz, yol çəkmişik, bulaq çəkmişik, ev almışıq, fəqirə əl tutmuşuq. Bunlar hamısını bir nəzər alın 5. Bu 5-i kim üçün almışıq? Əsas odur. 5-i alqış üçün almışsan, bir nəfər sənə tərif eləsin, onun üçün almışsan. Heç sənin üçün danışsınlar. Səndən danışsınlar. O 5-i onun üçün almışsan. 5-i kim üçün almışsan? 5 alan çoxdur. 5-i Allah üçün alan azdır. Söz budur. Düzdür, ilahi dəyərlər sistemində Allah olmadan 5 yoxdur. O cürünə baxmıram məsələyə. Bütün əməllər hamısı sıfırdır. Allahdır bir qabağında. Biri götürsən 10 da sıfırdır. 100 də sıfırdır. 1000 3 dənə sıfırdır. 10.000 4 dənə sıfırdır. Qabaqda deyənən Allahdır. O cürünə baxmıram məsələyə. Onu bildik, onu bilirəm də. İlahi dəyərlər sistemində Allahsız 5 yoxdur. Bu birisi mənada da yaxşı işlər görmürük həyatda. Hamı çalışır, yaxşı iş görsün. Onlar 5'dir, amma 5'i kim üçün almışıq? Bax, bu sözdür. La ilahə illallah, yəni 5'i sənin üçün alıram, ya Rəbbəl aləmin.
Ya Rəbbəl aləmin 5-i sənin üçün alıram. Allahla bu cürlə danışmaq. Bu bizim bir əməlimiz. La ilahə illallah zikrini çoxaldın. Yorulmuşsunuz ki, inşallah mən danışıram, izləyicilər də dinləyir də. Həyatımız bu söhbətlərə bağlıdır yaxşı mənada. Özümün həyatı ilə birlikdə.